Azercell qiymətləri qaldırıbdır. Misal üçün, əvvəllər vətəndaş 1 manatlıq kontur vuranda vətəndaşın nömrəsi 7 gün aktiv olurdu. İndi isə 1 manat vurursan, 1 gün aktiv olacaq. Bu gün kontur vurdun, nömrən açıldısa, sabah yenə də kontur vurmalısan ki, nömrən təzədən açıq qalsın. Həmçinin internetin qiymətini kəskin şəkildə bahalaşdırdı Azercell. Azercell prezident İlham Əliyevin qızı Leyla Əliyevanın şirkəti. Azərbaycanda ən çox müştərilər məhz Azercell-ə məxsusdur. 4 milyondan artıq müştərisi var. Qiymətlərin qaldırılmasının əsas səbəbi budur ki, Azercell-ə yeni dinləmə və izləmə cihazları gətiriblər. Bu cihazlar İsraildən gətirilir. Bu aparatlar vasitəsilə vətəndaşların danışıqları izləniləcək. Aparatlar çox bahalıdır. Onların pullarının bir hissəsi ödənilsə də qalan bir hissəsi kredit kimi ödəniləcək. Kredit. Söhbət 100 milyonlarla, bəlkə də milyardlarla qiymətlə olan aparaturalardan gedir. Məsələnin əsas tərəfi budur ki, vətəndaşların danışıqları necə izləniləcək? Aydındır ki, milyonlarla insanın hər gün danışığını izləmək, qeydə almaq mümkün deyil. Həm işçi sayı çatmır, vətəndaşların danışığını izləsin, həm də belə bir cihaz olmalıdır ki, milyonlarla insanın danışığını yazma, izləmə, yaddaşa salmağa malik olsun. Lakin yeni aparatlar konkret şəxslərin danışığını qeydə alacaq. Aparatlar xüsusi ifadələrlə kodlaşdırılıbdır. Vətəndaş danışarkən özü də bilmədən həmin kod sözlərdən istifadə edəndə avtomatik vətəndaşın danışığını aparatura tamamilə qeydə alır. Məsələn, kodlaşdırılmış sözlər hansılardır? Məsələn deyir, Mehriban, İlham, Leyla, Vilayət, Prezident, DTX, Bravo, Kapital Bank, Polis, Blok, Üsyan, İnqilab və s. belədir. Kodlaşdırılır yüzlərlə söz kodlaşdırılır. Sən gedir telefon danışığı zamanı yukarıda göstərilərdə, ifadələrdə istifadə edirsə, avtomatik həmin vətəndaşın bütün danışığını aparat qeydiyyat alır və adam düşür, siyahıya izləməyə düşür. Bundan başqa aparatlara həm də pul vasitələrinə aid kodlar qoyulur və minimum məbləğ 5000'dir. Yəni siz kimlərlənsə danışanda 4999 manat deyirsinizsə o yazılır. 5000, 5001 manat. Telefonda danışan zaman bu məbləğlərlə pul vaidləri 5000'dən yuxarı kodlaşdırılır. $5000 manat bu kimi ifadələr işlətdinizsə sizin danışığınız qeydə alınacaq və həmin vətəndaş nəzarətə götürüləcək ki, o gəlirləri o hardan əldə edir? Kimsə danışarkən daha yüksək məbləğ, 50.000, 100.000 və ya daha yuxarı məbləğ adı çəkərsə, maşınını satır, evini satır, dərhal onu gecə ilə polis bölməsinə aparacaqlar, gecə ilə və sizi soyub sorğana çəkəcəklər. Vətəndaşlar bu formada izlənilməsinə start verilir. Bütün əsas fəaliyyətlərindən biri bu aparaturaların insanların üsyan məsələsində, inqilab məsələsində, ilhama qarşı müxalifət danışan adamları izləmək üçün. Deyəcəz ki, Qabil, bəs sizi necə izləyək də? Məni başa düşmürsən, sən mən nə deyirəm? Dərhal Azercell boykot elə. Bir. İkinci, Liboy gənc uşaqlar, zamana uşaqları. Mənə məlumat götürmək istəyirsiniz. Başqa Narmobildən, Bakserdən ötürür. Ondan da qorxursunuz. Bir dənə proqram açırsan, YouTube kanalı. YouTube açırsan, saxta bir səhifə açırsan. Oraya yükləyirsən videonu, onu mənə atırsan. Ən gözəl variant deyil. Bax ki, sən nazirsə, ən böyük məlumat vermək istəyirsən və qorxursan məndən. Kompüter üzərindən Liboy oğlan bacarır. Amerika nömrəsi. Çıxardırsan, Amerika nömrəsi. Onu heç Türkiyə miti izləyə bilmiş. Buradan deyirəm, şərəfi namusu olan gündən sonra Azercell-də olmamalıdır. Azercell-i boykot eləməlidir. Bir ay ərzində Azercell-i boykot eləməyən Zori Balayevin nəvəsidir. Paşinyanın nəvəsidir. Bir aydan sonra daha pis döyüş söyləyəcəm ha.